Gəlin 18-ci sualla davam eləyək. 18-ci sual gördüyünüz kimi kəmiyyət ifadə edən sözlər, yəni quantifier bölməsi ilə bağlı sualdır. Sual belədir ki, I have an internet connection at home, but they are merely websites that I regularly visit, of which are news portals. Deyir, evdə internetim var, yəni internetə qoşuluram deyir, ancaq müntəzəm olaraq deyir, baş çəkdiyim səhifələr var ki, bunlar da xəbər səhifələridir. İndi burada diqqətlə baxsaq görərik ki, bu arada ancaq deməkdir və inkarlıq bildirir, özündən sonra inkarı götürmür. Məsələn, merely, hardly, barely, rarely, scarcely sözlərindən sonra, məsələn, few, little, so few, too few, və yaxud nə bilim, deyə bilərik, only a few, məsələn, bu kimi inkarlıq bildirən sözlər istifadə eləmək olmaz. Çünki bu özü inkardır. No, not, never, yəni bunlar istifadə olunmur, çünki bunlar özü elə inkarlıq bildirir. Və website cəmdə olan bir isimdir. Özündən qabaq daha doğrusu cəmliyi ala bilən kəmiyyət ifadə edən sözlə işlənməlidir. Ona görə də B variantı gedir. Çünki əvəzlikdir bu. Quite a few, quite a little, uncountable nounlarla istifadə olunur. B variantı ola bilməz. Whole bilirsiniz ki, 3 formada işlənmə yeri var və the whole və just whole. Əgər ki, the whole deyiriksə, məsələn, bir şeyin bir bütövi deməkdir. Məsələn, the whole year, bütöv bir il və bütöv bir week. Amma a whole deyəndə isə bir parça olaraq, məsələn, bütün bir kek. Məsələn, she ate deyə bilərik. Məsələn, a whole chicken, məsələn, bütün bir chicken'ı, toyuğu yedi. Yəni. Artıq nəyisə bir bütöv parçası olaraq deyəndə whole deyirik o. Bir də var ki, whole sözü tək olaraq istifadə olunur. O isə bir növ çoxluq ifadə edir və özündən sonra mütləq cəm ismi götürür. Məsələn, whole cities, məsələn, bütün şəhərlər. Qabağında heç bir şey yox, tək istifadə olunduğuna görə özündən sonra cəm isim götürür. Buna diqqət yetirmək lazımdır. Ona görə də yenə B variantı gedir. C, D, E variantlar qalır ki, burada görürük ki, sözünlü nisbə əvəzliyimiz var. Bu təyin budaq cümləsidir. Təsvir edici təyin budaq cümləsidir. Çünki budaq cümlə extra information verir. Yəni, additional information verir burada. Ekstra məlumat verir. Və bu oflu birləşmə, yəni ki, bu ovla olan birləşmələrdən qabaq biz nə qoyuruq? Kəmiyyət ifadə edən söz, məsələn, most, all, none, both, each, nə bilim, neither, either, none bunlar istifadə olunur. Ya da sayıları qoya bilərik, məsələn, 3, 4, 5 və ya superlative degree of the adjective sifətin üstünlük dərəcəsini yəni verə bilirik ya da best of, məsələn, bu formada. Diqqət yetirsək görərik ki, ikinci boşluqda are verilib, cəmdə olan bir xəbərdir, ona görə də one tək xəbəri götürür, each tək xəbəri götürür. Ola bilir, məsələn, ona görə də A, B, C, E variantları gedir, cavab elə D variantı qalır. Yəni, I have an internet connection at home, but they are merely a few websites that I regularly visit, most of which are news portals. Düzgün cavabımız elə D variantı. Gəlirəm digər sualımıza. Which of the following is correct? Bu successive order, yəni düzgün düzülüşlə bağlı test tapşırığıdır. Biz bilirik ki, suchdan sonra a lot of istifadə olunur. Such a lot of wrongly translated sentences olmalıydı. Çünki biz suchdan sonra yalnız qoyuruq a lot of, a little gələ bilir, amma sifət kimi olandır. Məsələn, such a little house, belə bir kiçik ev. Burada artıq adjectivedir little. Amma məsələn, siz deyə bilməzsiniz such a little advice. Bu doğru deyil, çünki burada artıq pronoun yerində istifadə olunub. Adjective deyil, ona görə də suchdan sonra little daha doğrusu gələ bilər, sırf adjective olanda, amma pronoun, yəni indefinite pronoun, qeyri-müəyyən əvəzlik yerində istifadə olunanda gəlmir. Ona görə də bir such a lot of olmalıydı. 2-də a few hundred beautifully dressed women. Deməli, burada biz bilirik ki, miqdar sayıların qabağında many, a few, some bunlar gələ bilir. Və onu diqqət yetirək ki, a lot of gələ bilmir. Çünki a lot of-dan sonra say, 100, 1000, nə bilim, dozen
million bunlar istifadə oluna bilməz. Və yaxud da ki, zaman, məsafə, ölçü, məbləğ bildirən sözlərdə istifadə oluna bilmir. Məsələn, a lot of days yox, many days deməliyik. A lot of pounds yox, many pounds deməliyik. Ona görə də orada diqqət yetirmək lazımdır. A good many ready-made suits. Bu doğrudur, çünki bu hazır ifadədir. Akademik writinglərdən çox istifadə olunur. A good many or a good few. Hazır birləşməli. Və özündən sonra cəmsini götürür. A maximum of, a minimum of, a number, the number, a quantity, great quantity of. Bu birləşmələrdən sonra hər zaman cəm isim gəlir. A maximum of tea leaves peas. Bu da doğrudur. Düzgün cavabımız 2, 3, 4 D variantı olacaq. Gəlir birinci sualımıza. Uzlaşma ilə bağlı bir sualdır. Students are one of the groups who is suffering from reductions in federal programs. Deməli, burada bizim əsas tərəfimiz burada nədir? Bu bizim deməli, baş cümləmizə aid olan bir hissədir. In federal programs. Burada əsas bura baxmaq lazımdır. Mürəkkəb cümlə olduğuna görə. Baxın, bu hissəyə baxmaq lazımdır. Students cümləmizin baş cümlənin mübtədasıdır. Baş cümlənin xəbəridir. Baş cümlənin söz önlü ifadəsidir. Bizə lazım budağı cümlənin bu hissəsi, yəni bu hissə bizə lazım. Qayda var ki, əgər nisbə əvəzlikdən qabaq one of gəlirsə, xəbər one of-a görə cəmdə olmalı. Yəni belə olmalıdır. Students are one of the groups who are suffering from reductions in federal programs. Deməli, burada one of olduğuna görə xəbər cəmdə olmalı. Amma the only desəydi, the only one of the groups who is olardı. Çünki qayda var ki, one of who olanda xəbər cəmdə, the only one of who olanda isə xəbər təkdə olur. Ona görə burada one of olduğuna görə xəbər cəmdə olmalı. Deyə bilərsiniz ki, müəllim, axı burada one var, of var, seçim var. Bu əslində belədir. Tutaq ki, bizim 24 tələbəmiz var. 24 nəfərlik bir qrupdan söhbət gedir. Yəni, nəfər olaraq deyirəm. Və bu 24 tələbənin 24-ü də imtahandan keçib. No one failed. Yəni, heç birisi kəsilməyib. Və belə olduğu halda 24-ü də keçib. Və deyirsiniz ki, mənim 24 tələbəm var, keçənlərdən biri də Jackdir. Yəni 24-ü də keçib, onların biri də elə odur deməkdir əslində. Yəni heç birisi kəsilməyibsə, o zaman 24-də daxildir, tutaq ki, Jackin özü də. O zaman one of-dan deyirik. Amma 24 tələbəm var, nəfər olaraq. 24-dən 23-ə fail, just one person passed. Yəni bir nəfər keçib. Onda deyirik ki, the only one of who. Onda xəbər təkdə qoyuruq. Niyə? Çünki 24-dən 23-ünü çıxırıq, biri yerdə qalmış olur. O qalandır keçən əslində. Bir nəfərdir, artıq the only one of who, bla 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 xəbər təkdə olur. Yəni, qayda budur da burada. One of who xəbər cəmdə, the only one of who xəbər təkdə olur. Çünki orada artıq seçimdən söhbət gedir. The group wants to remain seated. Burada problem yoxdur. Want da deyə bilərəm, wants da deyə bilərəm. Hər ikisi düzgündür, burada problem deyil. C variantında yenə görürük ki, marka adı verilib burada. Ford, in addition to Mercedes-Benz, in lowering its car prices to encourage better sales. Burada təbii ki, mürəkkəb söz önü var. Buna complex preposition deyirlər. In addition to, along with, bu birləşmələr olanda biz together with deyə bilərik. Bunlar olanda hər zaman biz sağa yox, sola baxırıq. Birinci söz. Ford. In addition to Mercedes-Benz lowering its car deyir zaten burada. Ona görə xəbər təkdə olmalıdır. Amma burada məsələn in addition to hissəsini çıxarıb desəydim ki, Ford and Mercedes-Benz desəydim, o zaman Ford and Mercedes-Benz olar. Onda xəbər cəmdə olar. Belə onda məsəl üçün Ford together with Mercedes-Benz, Ford with this, Ford in addition to this. Belə onda artıq soldakı birinci sözə baxmaq lazım. Burada problem yoxdur. Red beans and rice is a popular dish in Louisiana.
Deməli, burada bir məsələyə baxmaq lazımdır. Nədir o? Biz bilirik ki, yemək adları, məsələn, əgər ki, and bağlayıcısı iki sözlə birləşib və iki söz bir sözü ifadə edirsə, məsələn, biz buna deyirik ki, unit, bir vahid. Məsələn, tutaq ki, deyək ki, məsələn, belə bir şey deyək də, məsələn, iynə sap. Nə sapın, nə iynənin heç bir rolu yoxdur. Çünki sap iynəyə saplanıb istifadə olunur. Onun üçün biz onları iki şey, bir şey götürürük. Yəni, bir bütöv götürürük. Məsələn, bu nəyə oxşayır? Tutaq ki, yağ və çörək. Nə yağı, nə çörək ayrı-ayrı yeməyimi düzgün deyil. Axı sən deyə bilməzsən ki, gözlə yağı yeyim, bitirim, keçim çörəyə. Yox. Biz çörəyin üzərinə yağı sürtüb yeyirik. Odur ki, belə olduğu halda, yəni iki şey bir şey bildirəndə xəbər təkdir. Təbii ki, bu din formatında bu tətbiq olunmur. Onlar e, istənilən halda xəbəri cəmdə götürürlər, amma əslində düzgün deyil. Çünki orada iki şey, görünən iki şey var, amma əslində bir şey var orada. Sən tutaq ki, masanın üzərinə iki dənəsini qoyursan, bir yağ, bir də çörək. Amma onların rolu yoxdur axı tək-tək. Məcbursan ki, yağı götürüb çörəyin üzərinə sürtəsən. O zaman iki gördüyün şey avtomatik bir şeyə çevrilmiş olur. Belə olduğu halda xəbər təkdə olmalı. Məsələn, nə lobiya, nə düyü, nə rolu var ki, onu tək-tək heç bir şey elə bilməzsən ki, yəni gözlə lobiyanı bitirim, düyünü yeyərəm deyə bilməzsən axı. Üzərinə əlavə edib yeməlisən. Bu da əslində yanaşma budur burada. Red red beans and rice is a popular dish. Həm də belə bir qayda var ki, bu kimi birləşmələrdən sonra hansı ki bunlar tərkib yaradır. Bunlardan sonra dish, food, meal, popular, famous kimi sözlər gələndə bilin ki, xəbər 99,9% təkdir. Çünki söhbət yeməklə gedir. Məsələn, this is my favorite deyirsə bitdi bu. Nəyə görə? Çünki artıq söhbət yeməkdən, qidadan gedir. Ona görə xəbər təkdə olmalı. Deməli, a majority of team xəbəri cəmdə alır. Have members have injuries. Burada düzgün cavabımız elə səhv olan A variantı olur. Yenə uzlaşma ilə bağlı bir test tapşırığıdır. Yanlış variantı seçin deyir burada. Wong is one of the students who are taking this course. Burada yenə xəbər cəmdə olmalı. Çünki one of deyir. Deməli, bütün tələbələr götür. Belə onlardan biri də budur ki, bu kursu götürür. Yəni, bu dərsdə iştirak edir demək. Çünki tutaq ki, məsələn, 50 tələbəmiz var. 50-si də ki, deməli, bu kursu götürür. Bunlardan biri də Wongdur. Belə baxmaq lazım bu işə. Teresa is the only one of the students who knows who Erwin Goffman is. Burada yenə the only olduğuna görə the only who xəbər təkdə olmalıdır. Yəni cəmdə ola bilməz. Çünki the only olanda xəbər təkdə olur. Just one of deyirsə xəbər cəmdə olur. One of the students knows the answer to this question. Təbii ki, burada heç bir şey yoxdur. Who falan. Belə olduğu halda xəbər yalnız və yalnız təkdə olur. Çünki mürəkkəb cümlə deyil, sadə cümlə. One of sadə cümlə olanda xəbəri yalnız təkdə, mürəkkəb cümlə olanda isə mürəkkəb cümlə dediyim özündən sonra who götürməlidir. One of who xəbəri cəmdə, the only one of who xəbəri təkdə alır. Burada one of the students knows the answer to this question. Burada artıq problem yoxdur. Burada xəbəri təkdə götürür. All that discussion is nothing, empty talk. Bu da all singular noun aiddir burada. Çünki all that discussion is nothing. Yəni all is nothing. Yəni heç bir şeydən söhbət gedir də burada. Yəni discussion-a göndərmə edir və xəbər təbii ki, burada təkdə olmalıdır. Gəldim Y variantına. The statistics of war is shocking. The statistics of war. Belə qayda var ki, sonu x-lə bitən sözlərin xəbəri təkdə olar. Düzdürmü? Yəni bu artıq bildiyimiz məsələdir. Yəni burada qeyri-adi bir şey yox. Amma qayda var ki, sonu x-lə bitən sözlərin qabağında possessive case of the noun ismin yiyəlik alır. Possessive pronoun, yəni yiyəlik əvəzləri və ya bunlardan sonra prepositionlar gələrsə, məsələn, during, nə bilim, in, on, at, of gələndə
deməli burada spesifik bir vəziyyət yaranır. Məsələn, var ki, deyirəm ki, məsələn, deyirəm ki, fonetika çətin bir fəndir. Phonetics is a hard, a tough subject or course. Burada söhbət fəndən gedir. Amma your phonetics desəm, burada artıq xəbərcəmdir olur. Çünki sənin spesifik, praktik bacarığından söhbət gedir. Belə olduğu halda xəbərcəmdə olmalı. Yəni mən deyə bilmərəm, your phonetics are məsələn, bad. Daha doğrusu your phonetics is bad deyə bilmərəm, are bad deməliyim. Çünki sənin praktik bacarığından söhbət gedir. Phonetics is your phonetics are. Çünki biri fən adıdır, biri isə sənin praktik bacarığından söhbət gedir. Yəni bunlara diqqət yetirmək lazımdır. Bunların hamısı belədir. Məsələn, statistics, phonetics, bunların hamısında sırf əgər ki, elm fən adı kimi nəzərdə tutulursa xəbəri təkdə götürün, praktik bacarıq olar. Yəni artıq burada spesifik bir durumdan söhbət gedir, xəbər cəmdə olur. Burada da the statistics of war are shocking olmalıdır. Yəni are olmalıdır. Yəni Y variantı səhvdir. Yenə uzlaşma ilə bağlı bir test tapşırığıdır. 3 years is really not a long time for university education. Biz demişik ki, zaman, məsafə, ölçü, məbləğ, faiz, kəsir yəni sözlər cəmlənsələr belə xəbərlər təkdir. 3 years is a really not a long time for university education. 3 years is problem yoxdur burada. Çünki mübtəda yerindədir. Bu sözlər mübtəda yerindədirsə xəbər təkdə olmalı. 3/4 of this library's collection consist of reference books. Yenə bu deməli kitabxananın kolleksiyasının deyir 4/3-ü. Biz demişik ki, kəsi bildirən sözlərdən sonra ov gələrsə xəbər kəsirə görə yox, bura görə yox. Ovdan sonra gələn ismə görə təyin olunur. Collection is a singular noun. So, we have to use a singular verb after it. Yəni ondan sonra tək xəbər istifadə etməliyik. 3/4 of this library's collection consists of reference books. Yəni consists götürülür collection sözünə görə. Amma belə bir şey deyim mən sizə. They are deyəndə burada bir şey diqqət yetirmək lazım. Nədir o? Yəni nə demək istəyirəm? They are deyəndə burada bir məsələ ortaya çıxır. Bu nədir? Əgər ki, bunun yanında sayla işlənmiş bir zaman bildirən söz gələrsə, burada artıq xəbər cəmdə olur. Nəyə görə? Onu deyim mən sizə. Baxın, deyir ki, burada there are 28 days in February. Yəni deyir, fevralda 28 gün var. Burada 28 gün böyük bir gündür demir. Məsələn, əgər ki 28 sözü mübtəda yerində olsaydı, xəbər təkdə olardı. Məsələn, desəydik ki, 28 days is a long period for any person to be able to adapt to this situation. Məsələn. Belə bir cümlə olsaydı, xəbər təkdə olardı. Çünki nəyə görə? Whole unitdən söhbət gedir burada. Vahid bir şeydir. Yəni 28 gün nə? What is? Yəni nə? What is? Amma they are 28 days deyəndə isə they are 28 days in February. Yəni fevralda 28 gün var deyəndə 28 ayrı-ayrı gündən söhbət getmiş olur bu. Just one bir şeydir yəni burada. Day by day, yəni gün bə gün saymış olursan. 1 gün, 2 gün, 3 gün, 4 gün, 5 gün. Burada artıq 28 gün ayrı-ayrılıqda nəzərdə tutulur. Yəni burada mübtəda yerinə keçib xəbər deyil bu. Məsələn, desəydik ki, 28 gün uzun bir, məsəl üçün, perioddur, bir zamandır. Is a long time.
Ə, 28 days is such a long time. Uzun, belə bir uzun bir zamandır, müddətdir desəydik, hə, xəbər təkdə olardı. Burada amma fevralda 28 gün var deyəndə, belə hallarda there deyəndə, there is bunlarda xəbər təkdə olmalı, cəmdə olur. Yanındakı sözə görə. Çünki tək-tək nəzərdə tutulur. There are 28 days in February. Yəni fevralda 28 gün var. Burada iz vermək olarmı? Olmaz. Çünki tək-tək nəzərə alınır ona görə. Bu nəzərə almaq lazım. Gəldik digər məsələyə, D variantına. 93 million miles is the distance from the sun to the earth. Yəni Günəşdən yer kürəsinə deyir 93 deməli milyon mil məsafədir. Yenə biz bilirik ki, ölçü, məbləğ, məsafə bildirən sözlər cəmlənsələr belə xəbərləri təkdə olur. Bunu artıq bilirik. Bu məlum məsələdir. Və burada C variantı is kimi qoyulub. Bunun üzərindəki səhv variantı çıxara bilək. Burada göstərməyə ki, burada there are olmalı. Yəni səhv variantı göstərmək üçün bunu saxlamaq lazım. Mən bunu indi izah elədiyimə görə arıdan düzəltmişəm, amma testdə özü izlə qoymuşam səhv olaraq. Gəldik Y variantına. None of the students has done their homework. Burada none of the students has done da vermiyorlar, have done da vermiyorlar. Hər ikisi doğrudur. Burada problem yoxdur. Çünki bilirsiniz ki, none of-dan sonra xəbər həm təkdə, həm də cəmdə gələ bilir. Yəni hər ikisi düzgündür. Has done da qoya bilirsiniz, have done da qoya bilirsiniz, amma have-dan istifadə olunması daha işlək formadır, daha çox istifadə olunur daha doğrusu. Ona görə də yəni, düzgün cavabımız səhv olan variant deyir burada. Düzgün səhv olan variantımız elə C variantı olur. Çünki they are olmalı, there is olmaz. Hətta mən sizə bir şey deyim ki, bəzi mənbələr yazır ki, neither, either sözlərin əvəzliklərində də xəbər həm təkdə, həm də cəmdə ola bilər. Məsələn, Oxford Practice Grammar-da yazır ki, none, either, neither, bir də ki, any. Yazır ki, məsələn, none of the students have done, has done. Either of the students has done, have done. Neither of the students has done, have done. Any of the students have done, has done. Hər ikisi düzgündür deyir, amma təbii ki, biz öz qaydalarımız var. Standardized forma var. Either, neither, each xəbəri təkdə. Amma none eynilərdə isə hər ikisini götürmək düzgün. Amma none-da səhv yoxdur. Has done da vermiyorlar, have done da vermiyorlar. Bura slash-lə qoya bilərəm ki, ikisi də olur. Problem yoxdur. Hansını qoyursunuzsa qoyun. Fərq eləmir. İkisi də düzgündür. Has da olar, have da olar. Deyə bilərsiniz, bəs müəllim, burada their bəs sözü var burada. Done their homework. Onun əlaqəsi yoxdur onunla. Bu none-da onun əlaqəsi olmur. Yəni əlaqəsi yoxdur onun. Their var deyə məsələn burada has yox, mütləq have olmalıdır. Elə bir şey yoxdur. Mütləq bu olmalı deyə bir şey yoxdur. O bilsiz harda var mütləq məsələsi? O aiddir deməli qrup nəunlara. Məsələn, government, class, committee sözlərində it's olanda xəbər təkdə, there olanda xəbər cəmdə olur. Amma ki, none-da əlaqəsi yoxdur. Hər iki hal doğrudur. Has-dan da olar, have-dan da. Yəni səhvsiz. Amma ki, onu deyim ki, son müddət kitablarda have-li versiyanı daha çox götürürlər bunu. Bu dəqiqə hər yerdə bu istifadə olunur ən çox. Have-dan, are, do, were. Bunlar daha çox istifadə olunur. Gəldik digər məsələyə. They were invited to parties every weekend. Deməli, o hansı budaq cümlədir? Adverbial clause of result, nəticə budaq cümləsidir. Elə bir cütlükdür ki, onlar. Və sual olunur, müəllim, burada article qoymaq olarmı? Bəli, olar. Və qoymalıyıq. Niyə burada bəs article varsa, niyə burada she və ya he və ya it deyil? Çünki cütlük iki nəfərdir. Yəni, couple sözün içərisində male and female genderlər var. Yəni, kişi və qadın cinsi var. Odur ki, belə olduğu halda biz belə deyirik.
They were such a popular couple that they were invited to the parties every weekend. Yəni hər həftə deyir sonu partilərə dəvət olunan elə bir kütlə idi o. A variantında nə yoxdur? Such a popular couple olmalıdır burada. B-də sodan sonra sifət isim gəlməz. Gələrsə sayıla bilən tək isim olmalıdır, amma qeyri-müəyyənlik artığından işlənməlidir. Two popular couple, so popular couple formasında olmalı. Ona görə də B variantı gedir. Such a popular olmalıdır burada. B variantı bəli düzdür. Such a popular couple da düzdür, amma i-də isə two popular a couple olmalıdır burada. Düzgün cavabımız elə D variantı olur. Yəni a couple that they. Və burada couple'dan iki cins çıxdığına görə they were formasında olur. Düzgün cavabımız D variantı. 24-də də yenə deməli gördüyünüz kimi uzlaşma ilə bağlı test tapşırıqdır. Large percentage of the older population are voting against her. Burada is olmalıdır çünki population deyir. Burada a large percentage of the older population is voting olmalı. Bu daha məsləhətli image population sözünə təkdə istifadə olunması. Kəsir sözlərindən sonra of gəlib cəm isim gələrsə xəbər cəmdə olar. Yəni troops cəmdə olduğuna görə were olmalı, düzdür. C variantında of-dan sonra gələn söz təkdə olduğuna görə xəbər təkdə olmalı. Bu da düzdür. Cəmdədir, cəm xəbər olmalıdır. Kəs faiz 40% of the students are. Bu da düzdür. Çünki percent sözündən sonra of gələrsə isim cəmdə olanda xəbər cəmdə olur. İsim təkdə olarsa xəbər təkdə olur. 40% of the students body is in favor of changing the policy. Burada yenə of the student body təkdə olduğuna görə xəbər təkdə olmalı. Səhv variantımız elə A variantı. 25-də the audience have də olar, has də olar. Burada problem yoxdur. Our family do not da olar, does not da olar. Hər ikisi düzgünü. Çünki burada göndərmə söz, yəni their, its olmadığı təqdircə hər ikisini götürmək olar məzmuna görə. The committee decides who decide da olar, decides da olar bu arada. Our group believes da olar, believe da olar, düzdür. Amma baxın, burada leisure time, time dediyinə görə most burada artıq uncountable mənaya aid olmuş olur. Ona refer etmiş olur. Ona görə xəbər təkdə olmalıdır. Is spent on watching television. Yəni, i variantı yanlışdır.